Obsessiv kompulsiv pozuntu nədir və nədən qaynaqlanır? Deməli, obsessiyalar sizin beyninizdə taxdığınız, düşündüyünüz o düşüncələrdir, fərqli düşüncələrdir. Amma kompulsiv sözü isə hardan qaynaqlanır? Sizin o düşüncələrdən azad olmaq üçün etdiyiniz hərəkətlərdir. Və bu nədən qaynaqlanır? Əgər siz uşaqlıqdan bəri hər hansı bir sizdə düşüncələriniz olub, çox düşünən insan olubsunuzsa və yaxud da sizə başqa ətrafdan təsirlər olubsa və siz bunu qarşı tərəfə deyə bilməmisinizsə, bu içinizdə sizin yığılıbsa, istər-istəməz o indiki sizin taxdığınız o düşüncələr var. Bax, onlar inanın ki, indiki deyil. Çoxdan, hətta əvvəldən, uşaqlıqdan bəri sizin o yığdığınız düşüncələr sizə bir növ dolur, beyniniz daşır və nəticədə o takıntılar meydana gəlir. Və bundan xilas olmaq üçün, aşırı düşüncələrdən xilas olmaq üçün də siz o kompulsiyalara əl atırsınız. Məsəl üçün, əllərinizi tez-tez yuyursunuz, həddən artıq çox yoxlayırsınız bir yerləri, qapının kilidini yoxlayırsınız və yaxud da evdən çıxmaq istəmirsiniz ki, birdən nəsə olar. Bunların düzəltmək üçün sizin elədiyiniz o davranışlara isə kompulsiv davranışlar deyilir.